yeni ilimiz ölkəmizə qədəm qoyur. Bu münasibətlə bütün xalqımızı, məxsusən qazilərimizi, müharibə veteranlarımızı, şəhid ailələrimizi səmimi qəlbdən özəlləşdirmə çeklərinin işçi qrupu adından təbrik edirəm və Allahdan sizə xeyirli, bərəkətli, səadətli ömür, xeyirli aqibət diləyirəm. Əziz xalqımız, özəlləşdirmə çeklərinin taleyi ilə bağlı bu müraciətdə sizə bəzi məlumatları vermək istəyirəm. O kəslər ki, dövlətə və mərhum Prezident Heydər Əliyevin xalqa verdiyi vədlərə inanaraq ümidlə 29 ildir satmayıb saxlayan ailələr, biləsiniz ki, hüquqşünas alimlərin də dediyi kimi, özəlləşdirmə çekləri dövriyyədən çıxarılmayıb. Əmlak Komitəsi şifahi sözlə deyilən yalan məlumatlar əsasında məhkəmələr vasitəsilə buna hüquqi qüvvə vermək istəyirlər. Bu cür yalan isə cinayətdir. Əmlak Komitəsinin nümayəndələri məhkəmələrdə özəlləşdirmə çeklərini Cənab Prezident öz fərmanı ilə dövriyyədən çıxarıb deyərək yalan söyləyir və cinayət edirlər. Hətta Prezidentə çeklər qanunvericiliklə dövriyyədən çıxarılıb deyərək yalan məlumat verirlər. Çünki Cənab Prezident öz fərmanında tədiyyə ödəmə vasitəsi kimi istifadəsi 2011-ci il yanvar ayında başa çatan özəlləşdirmə çeklərinin qanunvericiliklə dövriyyədən çıxarılmasını göstərmişdir. Yəni, özəlləşdirmə çekləri dövriyyədən çıxarılır, yox, qanunvericiliklə dövriyyədən çıxarılır yazmışdır. Çünki qanunlarda özəlləşdirmə çeklərinin dövlət qiymətli kağızı olduğu və dövriyyədən necə çıxarılması barədə birbaşa tənzimlənib. Mülki məcəllədə deyilir ki, qiymətli kağızların dövriyyədən çıxarılması üçün Əmlak Komitəsi və Mərkəzi Bank mütləq şəkildə mətbuatda elan verməli idi və Mərkəzi Bank isə dövriyyədən çıxarılması qaydasını hazırlamalı idi. Yəni, Cənab Prezidentin fərmanına və qanunlara tam zidd olaraq Əmlak Komitəsinin yalanlarına hüquqi qüvvə verməyə çalışan məhkəmələr 1 illik kompensasiya tələbi üçün müddətin keçdiyini öz qərarlarında yazdılar. Bu isə konstitusiya və qanunların kobud şəkildə pozulmasıdır. Hamı sadə bir şeyi bilməlidir ki, əgər qanunun göstərdiyi tələbə uyğun olaraq özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması barədə mətbuatda məlumat verilməyibsə, 1 illik kompensasiya müddəti barədə heç kim qərar qəbul edə bilməz. Biz hamımız bilirik ki, mətbuatda bu barədə heç vaxt məlumat olmayıb. Əks halda çeklərini satmayan 1 milyondan artıq vətəndaşdan heç olmasa bir-ikisi xəbər tutub kompensasiya alardı. Dostlar, Ali məhkəmə bu cinayəti aradan qaldırmasa, Avropa məhkəməsinə şikayət olunacaq. Bu səbəbdən heç kim özəlləşdirmə çeklərini satmasın. Bir daha bayramınız mübarək olsun. Facebookda özəlləşdirmə çekləri qrupunda aktiv iştirak edin. Bir-birinizə dəstək verin ki, ruhdan düşməyəsiniz. Bu haqsızlığa ancaq birlikdə mübarizə apararaq qalib gələ bilərik. Allah böyükdür. Allah səbirlə öz haqları uğrunda mübarizə aparanları sevir və əvəzsiz qoymur. Paylaşın, birləşək, haqq bir olanlara mənsubdur. Əziz həmvətənlər, bir daha hər birinizi mübarək və gözəl bayram münasibəti ilə təbrik edirəm. Allahdan sizə uzun ömür, can sağlığı, səadət diləyirəm. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.